Salam. Güvən sınaq 8, 11-ci sinif 1-ci qrup 61-ci suala baxırıq. Deməli bizdən X, Y, Z maddələrində olan atom sayının müqayisəsi soruşur. Qarışqa turşusunun gümüş bir oksidin amonyakda məhlulunan reaksiyası. Bu gümüş güzgü reaksiyası gedir və karbon turşularının yalnız qarışqa turşusu bu reaksiyaya daxil olur. Çünki qarışqa turşusunda karboksil qrupu və yaxud da aldehid qrupu da var ona görə. Və buradan alınır CO2, gümüş və su. Daha sonra HCO natrium, HCO-nun natriumla reaksiyasından buradakı hidrogen natriumdan əvəz olunur. HCOO natrium plus H2 əmələ gəlir. Daha sonra qarışqa turşusunun gələvi ilə reaksiyasından buradan su ayrılır. Deməli HCOO kalium əmələ gəlir. Bizdə də atom saylarının müqayisəsini istəyir. X-da deməli 3-dür. 1, 2, 3, 4, burada 5-dir. 1, 2, 3, 4, 5-dir. Yəni Y ilə Z bir-birinə bərabərdir və böyüdür X-dan. Doğru cavab olacaq A variantı. 62-ci sual. Monosaxaridləri müəyyən edin. Saxaroza disaxariddir, glikoza monosaxariddir, riboza monosaxariddir, selloza polisaxaridlərə aiddir. Doğru cavab 2, 3, B variantı. 63-cü sualda alken, alkan, alkin karbon atomlarının sayı eyni hibrid orbitalların sayını istəyir. Deməli alkində məsələn burada ümumi formul alkində CnH2-dir, alkanda CnH2 plus 2-dir. Alkində CnH2n minus 2-dir və alkində 1-2 qat rabitə var. Bu o deməkdir ki, alkenlərdə 2 dənə sp2 hibrid vəziyyətində karbon atomu var və sp2 sp2-də ümumi, yəni ki sp2, bu da sp2, 3 burada, 3 burada 6 hibrid orbitalı var və n dənə karbonun, alkində n karbonun ikisi sp2-dirsə, onda n minus ikisi də sp3 hibrid vəziyyətindədir və sp3-də də 4 hibrid orbital var. Bu da 4n minus 8 eləyir və biz bunları toplayanda alkenlərdə ümumi hibrid 4n minus 2-yə bərabər olur. Alkanlar isə bütün karbon atomları sp3 hibrid vəziyyətindədir. Bir karbonda 4 hibrid orbitalı var. N karbonda isə 4n hibrid orbitalı var. Y 4n-ə bərabərdir. Alkində deməli alkinlərdə 1-3 qat rabitə var. Bu da o deməkdir ki, 2 karbon atomu sp hibrid vəziyyətindədir və 2-2-4 hibrid orbitalı və n karbonun ikisi sp-dirsə, n-2-si də sp3 hibrid vəziyyətindədir və sp3-də 4 hibrid orbital olduğuna görə 4-ə vuranda 4n-8 və bunları ümumilikdə toplayanda 4n-4-ə bərabər olur. Bunu da müqayisə eləyəndə y böyük olacaq x-dan, o da z-dən. Doğru cavab B variantı. 64-cü sual. Zəhərlidir. Gliserin zəhərli deyil. Əsasi xassəlidir və lakmusun rəngin dəyişmir. Burada etil amin əsasi xassəlidir, amma lakmusun rəngin dəyişir. Çünki əsasi xassəsi var və suda həll olur. Ona görə lakmusu görəngə boyur. Amma anilin zəhərlidir. Həmçinin əsasi xassəlidir. C6 H5, NH2 kimi formuna malikdir və lakmusun rəngini dəyişmir. Çünki aromatik aminlər suda həll olunurlar və lakmusun rəngini dəyişmirlər. 65-ci sual. Hansı reaksiyadan karbohidrogen alınır? Birinci reaksiyadan deməli natriumla burada xlor birləşir. Natri xlor və C2H5 ilə də OH birləşib etil spirt əmələ gəlir. Bu karbohidrogen deyil, spirtdir. Karbohidrogen odur ki, karbon və hidrogendən ibarət üzvü birləşmə olsun. B variantında bu Kucherov reaksiyasıdır. Buradan sirkə aldehid alınır və yeganə alkin asetilendir ki, su ilə reaksiyasından aldehid əmələ gəlir, sirkə aldehidi əmələ gəlir. Bu da karbohidrogen deyil, çünki oksigen var burada da. C variantında bu aldehiddir və gümüş bir oksidin amonyakda məhlulunan reaksiyası bu gümüş güzgü reaksiyasıdır və aldehidlərin oksidləşməsidir. Aldehidlər də oksidləşən zaman karbon turşuları əmələ gətirir. Burada da yenə karbon turşuları sinfinə aiddir və karbohidrogen deyil. D variantında A ilə D-nin
deməli burada fərqinə baxsaq, monohalogenli alkanların üzərinə qələvinin spirtdə məhlulunu gələndə alken əmələ gəlir. Necə baş verir? Deməli, natriumla xlor birləşir, əmələ gəlir natri xlor. Bu OH özünə bir H götürür, H2O əmələ gətirir və buradan da bir dənə H getdiyinə görə qalır C2H4. Buradan karbohidrogen alınır. Doğru cavab D variantı. Y variantı isə toluolun oksidləşməsidir ki, bu zaman buradan benzoy turşusu əmələ gəlir. 66-cı sualda A-mol duz suda həll edilir ki, dissosiasiya dərəcəsi 80% olarsa, duzun neçə molu ionlara ayrılmışdır? Ümumiyyətlə, A-mol duzun dissosiasiya dərəcəsi 80% o deməkdir ki, yəni A-mol duzun 80%-i dissosiasiya edib, A-nın da 80%-i 80-ə vurub 100-ə böləndə 0,8 A-ya bərabər olur. Doğru cavab C variantı. 67-ci sualda hansı uyğunluq doğru deyil? A nitro birləşmədir, bəli. İkili amindir, bəli. Ümumiyyətlə aminlərdə əgər NH2 görsəz birli amindir. NH görsəz ikili amindir, N görsəz üçlü amindir. C variantı mürəkkəb efirdir, bəli. Məsələn, burada baxın, radikaldan sonra birbaşa NO2 qrupu gəlirsə, bu nitro birləşmədir. Radikal oksigen NO2 qrupu gəlirsə, bu mürəkkəb efirdir. Üçlü amindir, bəli, burada N görəndə üçlü, bu da doğrudur. Metil amin suda həll olunur, xeyr, bu yanlış ifadədir. 68-ci sualda sterol C8, H8, buna vinil benzol da deyirik biz, bu şəkildə yazılır. Benzol isə C6, H6, quruluşu bu şəkildədir. Ümumi olan CnH2-6 ümumi formula malikdir, xeyr. Sterol CnH2-8-dir, benzol da CnH2-6-dır, bu ümumi olmadı. Kalium permanganat məhlulunu rəngsizləşdirir. Sterol rəngsizləşdirir, amma benzol rəngsizləşdirmir. Bütün karbon atomlarının hibridləşmə vəziyyəti, bəli. Benzol halqasında, benzolun özündə bütün karbon sp2-dir. Həmçinin sterolda da 8 karbonun 8-i də sp2 hibrid vəziyyətindədir. Yəni 3 burada ümumidir. Doğru cavab C variantı. Paraksilolun homologudur, bu benzoldur. Paraksilol bu formada yazılır. Molekulunda üçlü karbon atomu, bu da sterola uyğundur. Məsələn, buradakı karbon 1, 2, 3 karbonla birləşdiyinə görə üçlü karbon hesab edilir. 9-cu sual. Oksigenin miqdarı 44,8 litr oksigen. Oksigen dedikdə burada oksigen qazından söhbət gedir təbii ki. 44,8 litr oksigen 2 moldur və bu da 64 qrama bərabərdir. 0,6 molda 16 qrama ümumilikdə. Doğru cavab olacaq A variantı, çünki bizdən bunların cəmini istəyir. 70-ci sualda dövrü sistem cədvəlinin kiçik dövrləri verilmişdir. Hansı xassəsi hər iki istiqamət üzrə azalır? Proton sayı 2 istiqamətində artır, 1 istiqamətində azalır. Bu yanlışdır. İyonlaşma enerjisi soldan sağa artır. Deməli, yuxarıdan aşağı isə dövr üzrə soldan sağa artır, yuxarıdan aşağı da artır. Amma bizdən azalır, soruşur. Bunu da götürə bilmərik. Reduksiya edicilik dövr üzrə soldan sağa azalır, qrup üzrə aşağıdan yuxarıya da azalır. Doğru cavab C variantı olacaq. 71-ci sualda hansı maddə qələvlərlə reaksiya girərək suda həll olmayan əsas əmələ gətirir? Qələvi tutaq ki, özümüzdən natrium OH götürsək, bu reaksiya ümumiyyətlə getmir. Çünki duz əsas reaksiyası o vaxt gedir ki, əvvəldə çöküntü olmasın. Bu çöküntü var. Ona görə bu ümumiyyətlə getmir. H2SO4-ün üstünə natrium OH gəlsək, burada suda həll olmayan əsas yox, suda yaxşı həll olan duz ala bilərik. Bunun üzərinə əsas gəlsək, yenə bayaqki kimi duz əsas o vaxt gedir ki, əvvəldə çöküntü olmasın, sonradan yaransın, amma əvvəldə çöküntü var deyə getmir. Mis SO4-ün üzərinə natrium OH gəlirik. Bu duzdur, bu əsas. Əvvəldə çöküntü yoxdur, sonradan isə mislə OH birləşib mis OH2, natrium KSO4, mis OH2 göy rəngli çöküntü əmələ gətirir. Suda həll olmayan əsasdır. Ona görə doğru cavab olacaq D variantı. 72-ci sualda birli spirti müəyyən edin. Birli spirt o deməkdir ki, OH-ın birləşdiyi karbon bir karbonla birləşsin. Məsələn, burada OH-ın birləşdiyi karbon 3 karbonla birləşir, bu üçlü spirtdir. OH-ın birləşdiyi karbon budur, 2 karbonla birləşir, bu ikili spirtdir.
OH-ın birləşdiyi karbon 2 karbonla birləşib. Bu ikili spirtdir. Bu ümumiyyətlə spirt deyil, asetondur, ketonların 2 nümayəndəsi. D variantında OH-ın birləşdiyi karbon budur və o da 1 karbonla birləşib. Bu olur birli spirt. Doğru cavab D variantı. 73-cü sualda uyğun şəraitdə hansı reaksiya baş verməz? Təbii ki, C variantı fenol, natrium 2CO getmir. Fenol bromla reaksiya daxil olur. Ümumiyyətlə demişik ki, tacı olan aromatik birləşmələr 2-4-6 vəziyyətində əvəzləmə gedir. Buradan alınır. Deməli 2, 4, 6 tribrom, fenol. Həmçinin fenol natriumla reaksiya gedərək buradan əmələ gəlir C6H5O natrium üstə gəlsin H2. Fenol nitrat turşusu ilə də yenə deməli 2-4-6 vəziyyətində 2-4-6 trinitrofenol və yaxud da pikrin turşusu deyirik, əmələ gətirir. Natrium OH ilə də yenə reaksiya girib buradan C6H5O natrium plus su əmələ gətirir. 73-də doğru cavab C variantı. 74 maddəsi üçün doğrudur. 2 pi rabitəsi var. Bəli, burada görürük. Birinci ifadə doğrudur. 5 sigma rabitəsi var. Deməli, bunu əgər açıq yazmırsam, ki, məsələn, açıq da yaza bilər. Bu şəkildə yazsaq, açıq şəkildə saysaq, tək qatların hamısı sigmadır. 1, 3 qatın biri sigma olur. 2, 3, 4, 5, 6 sigma rabitəsi var. Açmadan da tapa bilərsiniz. Burada bir hidrogeni 1 sigma kimi göstərsə. 1, 2, 3, 4, 5, 6 dənə sigma var. Yəni ikinci ifadə yanlışdır. 4 polar kovalent rabitə. Polar kovalent müxtəlif qeyri-metallar arasında yaranır. Burada məsələn karbon hidrogen arasında 1, 2, 3, burada da 4 dənə polar kovalent var. 1, 3, doğru cavab 74-də Y variantı. 75. İzomer olan A və B alkanlarına aid yanlış ifadələri müəyyən edin. İzomerdirsə, deməli burada karbon sayı eynidir. Məsələn, tutaq ki, normal butanla 2 metil propan. Bu izomer budur. Yəni karbon sayları eynidir. Deməli AB alkanları bunlar izomerdir. Homoloq ola bilməz. Çünki homoloqlar bir-birindən CH2 qrupu qədər fərqlənən eyni sinfin nümayəndələridir. Bir yanlış ifadədir. Nisbi molekul kütlələri bərabərdir. Bəli, çünki karbon sayları eynidir. Karbon zəncirinin quruluşu eynidir. Xeyr. İzomer maddə ilə karbon zəncirinin quruluşu fərqli olmalıdır alkanlarda. Qaynama temperaturları eynidir. Xeyr, deməli, şaxəsiz quruluşlu alkanların qaynama temperaturu şaxəli quruluşlu alkanların qaynama temperaturundan daha yüksəkdir. Eyni ola bilməz, səhvdir. Molekulunda karbon atomları arasında sigma rabitə sayı bərabərdir. Bəli, baxın, 1, 2, 3. Burada da 1, 2, 3-dür. Yəni 5 doğrudur. Doğru olmayan 1, 3, 4, B var. X, Y və Z-i müəyyən edin. Deməli, doymuş bir atomlu spirtlər, ikili spirtlərin mesoin oksidləşməsinə ketonlar alınır. Üçlü spirt oksidləşmir. Birli spirtlərdən isə aldehidlər alınır. Doğru cavab B variantıdır. Məsələn, bir ikili spirt yazaq bura. H3, H. Mis 2 ilə oksidləşən zaman, deməli, burada mis ayrılır. Buradakı oksigen gəlir buradan 2 hidrogeni götürüb su əmələ gətirir və burada görürsünüz ki, belə bir gedən 2 hidrogenin yerinə bir qat rabitə düşür. Əmələ gəlir keton. Daha sonra, məsələn, birli spirt yazsaq ki, buradan üstə gəlsin mis 2 oksid, mis ayrılır. Bu oksigenə 2 hidrogen lazımdır. Birin buradan, birini də buradan götürür H2O. Burada da yəni belə bu şəkildə 2 gedir deyə hidrogenin birini də buraya yazırıq. Aldehid qrupu əmələ gəlir. Birli spirtlərdən aldehid əmələ gəlir. Üçlü spirt yazam. Deməli, üçlü spirt yazsaq. Bu oksidləşən zaman oksigenə 2 hidrogen lazımdır. Amma, bax, məsələn, bu buradan götürə bilir də hidrogeni. Amma bu karbonun hidrogeni olmadığına görə, ona hidrogen verə bilmədiyinə görə, burada da üçlü spirtlərdə oksidləşmə baş vermir.
77-ci sualda hansı duzun hidrolizin birinci mərhələsində turş duz alınar? Bunun üçün biz həmişə axtarırıq, deməli, turşu tərəf zəif olsun. Yəni ki, qüvvətli əsas zəif turşudan olanda turş duz əmələ gəlir. Məsələn, burada doğru cavab olacaq Y variantı. İndi bunun açıqlamasını yazsaq, natrium 2S hidrolizi zamanı deməli, H2O-nu bu şəkildə yazsaq, HOH. Ümumiyyətlə, hidroliz reaksiyalarını yazan zaman birinci qüvvətli tərəf nədirsə, onu yazırıq. Məsələn, burada qüvvətli əsasdır. Biz əsası yazıram. Natrium OH. Buradan natriumun biri getdi, qaldı natrium S. Buradan da OH getdi, qaldı H. Bunu da birləşdirsək, olur natrium HS. Yəni, buradan əmələ gəlir turş duz. Amma birbaşa cavabı rahat tapmaq üçün biz axtarırıq gözümüz, əgər birinci mərhələdə turş duz istəyirsə, qüvvətli əsas zəif turşu olan variantı seçirik. Amma baxmalıyıq ki, turşu qalığının valentliyi 2 və ondan artıq olsun. Ona görə doğru cavab olur Y variantı. 78-ci sualda deməli bizə ion verib. Proton sayı A, elektron sayı A plus 2-dir. Bura qeyd eləsək, onda ion bizdə mənfi 2-yə bərabərdir və bizə deyir X N iyonu, yəni mənfi 2, 4 elektron verdikdən sonra əmələ gələn ionun yükünü, deməli 4 elektron verməni bu şəkildə yazsaq, mənfi 2-dən çıxanda mənfi 4-ü müsbət 2-yə bərabər eləyir. Doğru cavab olacaq 78-də A variantı. 9-cu sualda selsium O2 üçün doğrudur. Duz əmələ gətirməyən oksiddir. Xeyr, turş oksididir. Duz əmələ gətirməyən CO, NO, NCO, selsium O-dur. Yəni, bir doğru deyil. Oksigenin valentliyi 2-dir. Bəli, ikinci doğrudur. Silisiumun oksidləşmə dərəcəsi müsbət 2. Xeyr, silisium O2-də, oksigen mənfi 2, silisium isə müsbət 4-dür. Səhvdir. Adi şərtdə bəlkə haldadır. Bəli, kvars kum. Doğru cavab 2, 4, 79-da Y variantı. 80-ci sualda alkil xlorid, bir R radikalı, yəni alkil yazıram, xlor, natriumla təsir edirəm. Və bu zaman bu monohalogenli alkanlar üzərində natrium gəldikdə buradan alkan alınır, Würz reaksiyasıdır. Natrium xlorla birləşir, radikal hissə isə ikiləşir. Əmsallaşdırsaq, deməli, yəni bu şəkildə yazıram, belə yazaq, 2R, 2, 2 əmsallaşdırdıq. Alkil xloridin 0,5 moluna, üzərinə yazıram 0,5 mol, 14,5 qram alkan alınır, bura 14,5 qram yazıram. Bura 2 mol yazıram, burada 2 R yazıram. Alkil xlorid molekulunda olan karbon atom sayını. Deməli, buradan biz 2 R tapsaq, 2 vurulsun 14,5, bölünsün 0,5, 58-ə bərabərdir. R də buradan 29-a bərabərdir. R radikaldır, yəni CnH2n plus 1 29-a bərabərdir. 14n plus 1 29, 14n 28, n bərabər 2-yə. Amma təbii ki, bu deməli, bizdən nə soruşurdu? Alkil molekulunda karbon atomlar sayı. Biz N-i 2 tapdıq. Yəni, doğru cavab A variantı olacaq. Amma nəyə diqqət etmək lazımdır? Bizdən alkanı soruşsaydı, biz baxın 1R radikalında karbon sayını 2 tapmışıq. Əgər alınan alkanı soruşsaydı, onda alınan alkanda karbon sayı 4-ə bərabər olacaqdır. 81-ci sualda kimyəvi hadisələri müəyyən edin. Ümumiyyətlə, deməli, bütün aqreqat hal keçidləri fiziki hadisədir. Qarışıqların ayrılması üsulları fiziki hadisədir. Kartofdan nişastan alınması, şəkər qamışından şəkərin alınması, mayi havadan azotun, mayi havadan oksigen alması, bunlar fizikidir. Qalan da yerdəkilər kimyəvi hadisədir. Quru buzun sublimasiya. Sublimasiya aqreqat hal keçidi olduğuna görə bu fizikidir. Yəni, bunu götürmürük. Kömürün yanması, yanma deyirsə, burada tərkib dəyişir və tərkib dəyişsə kimyəvi hadisədir. 2-ni götürürük. Paslanma, burada da tərkib dəyişir, kimyəvi hadisədir. Neftin distilləsi, bayaq dedik ki, qarışıqların ayrılması üsulları da fiziki hadisələrə bərabərdir, yəni aiddir. Doğru cavab olacaq 2, 3, A variantı. 82-ci sualda reaksiyasından alınan maddəni müəyyən edin. Ümumiyyətlə, spirtlərin qatı sulfat
turşusunun iştirakı ilə bir var temperatur 140-dan böyük dərəcədə dehidratlaşmadır. Bir də kiçik. Kiçik olanda sadə efir alınır, amma böyük olsa alken alınır. Sadə efir alınan zaman burada molekullar arası dehidratlaşma baş verir. Yəni bundan 2 mol götürsək bu S2H5OH-dır. Buradan alınır S2H5O, S2H5, yəni dietil efiri. Doğru cavab D var. 83-cü sualda SOM verib, bir də alüminium OH verib. Biz bilirik ki, alüminium 3 valentlidir. Əgər alüminium OH, yəni alüminium OH 3 olur burada. Kükürdün 2 oksidi var. Biri SO2-dir, biri SO3. Görürsünüz, hər ikisində M olduğuna görə, onda bu da SO3-dür. Bir də bunların molar kütləsinin fərqini istəyir. Deməli, bu 80 qramdır. Burada da, deməli, hesablasaq, 17 vurulsun 3 üstə gəlsin 27, bu da 78 qrama bərabərdir. A minus B fərqi 80 minus 78 bərabərdir 2 qram. 84. Fruktoza üçün doğru ifadələri müəyyən edin. Glikozadan daha şirindir. Bəli, bir doğrudur. Molekulda aldehid qrupu var, xeyr, keton qrupu var, 2 yanlışdır. Suda yaxşı həll olur, bəli, monosaxariddir. Suda yaxşı həll olur, 3 doğrudur. 5 hidroksil qrupu var, bəli. Gümüş güzgü reaksiyası daxil olur, xeyr, burada aldehid qrupu yoxdur və aldehidlər də gümüş güzgü reaksiyasına daxil olur. Burada keton qrupu var, ketonlar isə gümüş güzgüyə daxil olmur. Ona görə 5 yanlışdır. 1, 3, 4 doğru cavab. Daha sonra 85-ci sual. Temperatur əmsalı 3, qamma bərabər 3. Deməli, 15 dəqiqə var, 5 dəqiqə var. Bu bizdə tau 1-dir, yəni böyük olan. Kiçik olanda tau 2-dir, 5 dəqiqə. Və tau 1-in yanındakı temperaturda T1 olur. T1 50 dərəcə. Onda biz T2-ni hesablayırıq. Düsturumuz da tau 1 bölünsün tau 2 bərabərdir. Qamma üstü T2 minus T1 bölünsün 10. 15 bölünsün 5 bərabərdir. 3 üstü T2 minus deməli 50 bölünsün 10. 15-i 5-ə böləndə 3. 3-ün üstü 1, 3 eləyir. Onda T2 60-a bərabərdir ki, 60-dan 50 çıxmışam 10. Onu 10-a böləndə 1, 3 üstü 1 də 3-ə bərabərdir. 86-cı sual. Asetilenin yanması. Asetilen S2H2 yanma reaksiyasını yazırıq və əmsallaşdırırıq. 0,4 mol asetilenin yanması zamanı 520 kJ istilik ayrılsa hansı ifadələr doğrudur? Biz 2 mola, məsələn, istilik effektini soruşur. İstilik effektini reaksiyadakı əmsalına görə hesablasaq, buradan 2 vurulsun 520 bölünsün 0,4 bərabərdir 2600 kJ istilik effekti. Yəni, ikinci ifadə doğrudur, bir yanlışdır. Reaksiya 28 litr oksigen sərf olunmuşdur. Bura deməli X yazıram. Bura 5 vurulsun 22,4 yazıram. Buradan da 0,4 vurulsun 5 vurulsun 22,4 bölünsün 2 eləyir 22,4 litr oksigen sərf olunmuşdur. Yəni 4-cü ifadə doğrudur. Asetilenin yanma istiliyi 1040. Xeyr, yanma istiliyini tapmaq üçün istilik effektini yanan maddənin, yəni oksigenlə reaksiya girən maddənin əmsalına bölünür. 2600-dəki böləndə 1300 eləyir, yəni 5-ci ifadə yanlışdır. 87-ci sual. N2O duz əmələ gətirməyən oksiddir. P2O3 duz əmələ gətirən turşu oksididir. Kalium xlor oksid deyil, duzdur. CO duz əmələ gətirməyən oksiddir. H2S də turşudur. Doğru cavab 87-də 1B, 2A-dir. 88-ci sual. Aldehid oksidləşmə məhsulunun molar kütləsi. Aldehid oksidləşən zaman karbon turşusu əmələ gətirir. Yəni CnH2O2. Bu da bizdə deməli MR 60-a bərabərsə, onda 14N plus 32 60, 14N bərabərdir. Deməli biz 60-dan çıxsaq 32-ni 28, N də bərabər 2-yə. Yəni ki, aldehiddə 2 karbon var. Çünki 2 karbonu olan, biz məsələn burada karbon turşusunda 2 karbon tapdıq. Amma 2 karbonu olan aldehid oksidləşib 2 karbon olan karbon turşusu əmələ gətirə bilər. Keton da hidrogenlə reduksiya məhsulunun molar kütləsi. Həm aldehid, həm keton hidrogenlə reduksiya zamanı spirt əmələ gəlir. Ketonlarda ikili spirt, aldehiddə birli spirt. Spirtin də ümumi formulu CnH2n plus 1 OH.
qayıtdı. Buradan da yenə 14n plus 18 bərabər 60. 14n bərabər olacaq 42-yə. N də bərabər 3-ə. Və bizdən nə soruşur? Keton molekulunda olan hidrogen atomlarının sayı. Deməli, əgər biz hidrogende karbon sayını 3 tapmışıqsa, deməli, o hansı ki keton reduksiya eləyib əmələ gəlmişdi bu spirt. Deməli, o ketonda da karbon sayı 3-dür və həm aldehid, həm ketonların ümumi formulu CnH2nO-dur. Burada ketonda gördük ki 6 dənə karbon, daha doğrusu hidrogen var. Bu birinci sualın cavabıdır ki 6 karbon var. Sonra aldehid molekulunda olan hidrogen atı. Aldehiddə dedi 2 karbon var. O da onda olacaq C2H4O ümumi formulu belədir. Burada da 4 hidrogen var və deyir neçə dəfə çoxdur. Buradakı hidrogen 6, buradakı 4, bir onda 5 dəfə çoxdur. 89-cu sualda A-nı müəyyən edin. Bu M1 omega 1 plus M2 omega 2 bərabər M1 plus M2 omega son. Yəni bu düstura əsasən hesablanır. Yəni omega son, yəni axırıncı qatılıq. Neçə dənə maddə qarışdırmışıqsa sonda olan qatılıqdır. Buradan A vurulsun 15, üstə gəlsin 300 vurulsun deməli 20 bərabərdir. 500 vurulsun X, yəni ki burada bizdə A ilə 200 qram götürürük burada A-nı. Çünki niyə görə? Baxın A qram, 300 qram əmələ gəlib 500 qram. Yəni ki məhlulumuz ümumi 500 necə ola bilər? Yəni A plus 300 bərabər 500 A eləyir. Burada 200 qram A-nı tapdıq. Buradan da deməli 500 vursun X. X-i tapanda da deməli 9000 bölünsün 500. X də bərabər olacaq 18-ə. 90-cı sualda molekulunda bir ədəd üçlü karbon atomunun doymuş bir əsaslı karbon turşusunun kütləsinin mol sayına asılıq qrafiki verilmişdir. Biz birinci bu hansı karbon turşusundan söhbət getdiyini tapaq. Deməli, karbon turşusu 0,25 mol olanda kütləsi 22-yə bərabərdir. Biz 1 molun kütləsini tapsaq, yəni 10 nömerini, buradan 22 bölünsün 0,25 bərabərdir 88 qrama və karbon turşusunun da ümumi formulu bu şəkildədir. 14n plus 32 bərabər 88-ə, 88-dən 32 çıxanda 14n bərabər 56, n bərabər 4-ə. Yəni bu karbon turşusunda 4 karbon var və bir ədəd üçlü karbon atomu olan karbon turşusunun formulunu yazın. Formulu bu şəkildə olacaq. Çünki 4 karbon deyir bizə və bir dənə də üçlü karbonu olan deməli karbon turşusunu yazdıq. Formulu bu şəkildədir və beynəlxalq üsulla adlanır. Beynəlxalq üsulla 1, 2, 3 yəni karbon turşularını adlandıran zaman həmişə nömrələmə başlayır karbon turşusundan. Və radikal deyilir. 2 metil. Əsas zəncirimdə 3 karbon var. Propanoat. Yəni propanoat. 2 metil propanoat.